dövlət proqramının əsas infrastruktur layihələri nədən ibarətdir, onun haqqında məlumatı təqdim edəcəm və dövlət proqramının əsas hədəfini bir daha mən təkrarlamaq istəyərdim ki, əsas hədəf mərkəzdən hərəkət edən tranzit axınların mərkəzdən yayındırmaqla alternativ yolların verilməsi, mərkəzə daxil olmaq üçün vətəndaşlara alternativ usulların təqdim edilməsidir. Bundan paralel olaraq mərkəzdə olan bəzi darboğazlarının da həll edilməsidir ki, qısa müddətdə biz üstünlük əldə edə bilək. Əsas hədəf budur. Bu hədəfin də əldə olunması üçün bir daha xatırlatmaq istəyirəm. Dövlət proqramında bu yol əsasən bu yol infrastruktur layihələri həyata keçiriləcək. Burada 3 dairəvi yolumuz var bizim. Mən xüsusi olaraq məlumat vermək istəyirəm. Birinci dairəvi yol Rəhman müəllim qeyd elədiyi kimi, burada dairəvi yol 3 kimi göstərilib. Bu Bilgə Novxanı Vaz dairəsinə gedən yoldur. Növbəti dairəvi yol Sabunçu Sultəpə dairəvi yoludur. Bu yol sadə dildə desək, ekologiya postu adlandırılan polis postundan keçərək, yanından keçərək Sultəpəyə daxil olacaq və Sultəpəni birləşdirəcək. Üçüncü dairəvi yolumuz isə Ziya Bünyadov prospekti kənar dairəvi yoldur. Bunu da daha rahat izah eləmək üçün Avtovağzalın yanında olan qovşağa birləşəcək və oradan olan axınları faktiki olaraq dairəvi yola apara biləcək. Əsas böyük infrastruktur layihələr bunlardılar və bunlar mərkəzdən olan axınları mərkəzi istifadə etmədən getdiyi yerlərə yaxınlaşmağa imkan yaradacaqlar. Digər böyük layihələr bu Binəqədi radial yoldur. Binəqədi Ziya Bünyadov prospekti, hansı ki uzanaraq daha sonra 8 Noyabr prospektinə qədər gedəcək. Binəqədinin ümumiyyətlə bu hissədə göstərilən xidmət kifayət qədər aşağıdır. Yəni həm yol infrastrukturu ilə, həm də kütləvi daşımalardan, ona görə bura ciddi diqqət ayrılır. İki böyük layihəmiz də var. Bu biridir. İkinci layihə isə Rəhman müəllim qeyd etdiyi kimi Akademik Həsən Əliyev layihəsidir ki, burada Dərnəcül yolunu Ziya Bünyadov prospektini Həsən Əliyev prospektini ilə birləşdirərək daha sonra Tiflis prospektinə birləşdirməyə həyata keçirəcək ki, Heydər Əliyev prospektinə də bir alternativ yaransın. Bu bizim əsas layihələrdirlər və bunların icrasının nəticəsində biz dediyimiz kimi tranzitin yayındırılmasını və alternativin verilməsini planlayırıq. 2 darboğazımız var şəhərdə, böyük darboğaz. Bu biri Excelsior otelinin yanında olan hissədir, ikincisi 20 yanvar darboğazıdır. Onun üçün də layihələr icra olunacaqlar ki, o darboğazlar açılsınlar.